Bir var şərəfsizlik, bir var alçaqlıq, bir var vicdansızlıq, bir də var həm də qanun pozuntusu. Bu şəxsin bu əməlinə bir az təminatlı, kasıb bir ailəyə güya 5-10 manatlıq yardım eləməyə gəlir və sonra o yardımı götürür, vermir və beləcə təhqir edir həmin ailəni. Mənə elə gəlir ki, hüquq mühafizə orqanları bir insanı bax bu cür təhqir edən, alçaldan və bunu paylaşan bu şəxslə bağlı ölçü götürsə, hər kəs sevinər. İndi sifətindən özünüz bir üzünə baxın, özünüz görəcəksiniz nə oxumaq olur onun üzündən. Amma siz nə layiq bilirsiniz həmin şəxsin bu hərəkətinə və bu şəxsə. Görün necə insanı, ailəni... Ağınız ne oldu? Allah'tan sağ olun. Size erzak et getirmişik. Maddi desteğiydi. Niye de koydunuz? Yere koymadınız. Bu diyor eğer insan... Adam hürmetle yanaşa söyleyeyim. Ay. 40 defa yardımını istiyorsunuz. Geldiniz yardımınıza vurmaktan sağda. Aç buranı. Lebiyor ben gol layaksız oğlum. Bu benim layağım olmuş. Çöreği elinde saklamağı bilmirsən. Yere koydun. Yere koydun. Olmaz. Allah. Ümumi çöreğimizi keser. Bu berekettir. Lebiyor. Axırıncı səfərim olar bir də bu kəndə gəlməyə. Çöreği sən əlində saxlaya bilmirsən.